Onlar milli dönüşdü. Milli dönüş dedim, yadıma bir hadisə düşdü. Olmuş hadisədir. 20-ci əsrin 20-ci 30-cu illərində artıq Azərbaycan o zaman Sovet hakimiyyəti formalaşmışdı. İrandan Araz çayını keçib gecələr ordular gələrmiş dəstəklə, evlərə hücumlar edib, malı, qaranı, heyvanını apararmışlar, döyərmişlər, yəni toqquşmalar olarmış. Belə vəziyyətdə o zaman hökumət də 2 nəfər Qazax bölgəsində olmuş hadisədir. 2 nəfər əskəri də ayırır ki, onlar gələrkən bu əskərlər silahlanıb cəmaatı müdafiə etsinlər və həmin əskərlərlə bu cavan əskərlər də hətta deyilənə görə subay, yəni o gənclər olublar. Bəli. Və onlar deyir ki, kəndə o cəmaata o qədər qaynayıb qarışıblar ki, Qazax bölgəsində hər kəs onu öz balası hesab edirmiş ki, biz gecə yatırıq, səhərə qədər bizim evimizi, eşiyimizi, malımızı, heyvanımızı və bu iki cavan qoruyur. Və bir gün bir xəyanətkar, bir dönük, həmin o iki əskər günorta çağı, günorta vaxtıdır, uzanıblar və dincəlirmişlər. Gecə çünki oyaq qalıblar. Gəlib ikisini də bıçaqla vurub, öldürüb, ikisini də yatdığı yerdə öldürüb və bunların ikisinin də atını götürüb, aparıb bazara, o atın satıb, onun pulunu götürüb, başlayıb onu xərcləməyə. Və həmin adama, həmin bu canini tapırlar və ona bir 15 il, 20 il, bilməm, 20 il hökm verirlər ki, göndərirlər həbsxanaya və 20 ildən sonra o qayıdır, gəlir kəndə. Kəndə gələndə baxır ki, bir adam ondan görüşə gəlmir. 20 ildir bu kəndin adamı da axı. Heç kim ondan görüşə gəlmir. Heç kim onun evinə gəlmir. O gedir kənddə çayxanaya, çayxanada olan insanlar, heç kim oradakı o ofisiant ona xidmət eləmir və görəndə ki, hansı stulda gəlib əyləşirsə, o stulda elə qalxır, bu tək qalır. Və yaxud da ki, həmin çayxana boşalır. Gedir yas yerinə, yas yerində görür ki, hamı ayrılır, o heç kimlə söhbət eləyə bilmir. Yəni ona qarşı ictimai qınaq baş verir. Və bu vəziyyətdə, bu təzyiq altında, bu da evdən çölə çıxmır. Çünki cəmiyyət onu ignor eləyib, cəmiyyət onu qəbul etmir. Və bu vəziyyətdə ürək tutmalarından o dünyasını dəyişir. Müsibət bundan sonra başlayır. Bütün kəndə yayılır ki, bu milli dönük, bu xəyanətkar ölüb. İndi problem bilirsiniz, problem nə olur? Demə onu bastıran da olmayacaq. Bastırma adam yoxdur. Heç kim gəlmir onu dəfn eləməyə, heç kim gəlmir. 3 gün, 4 gün qalır, görürlər ki, daha meyit ilanır, bütün artıq bu xəstəlik mənbəyinə çevrilir. Tanınmayan bir kənddən, yəni bunun tanınmadıqları bir yerdən 3-4 nəfər gənci çağırırlar, onların da pulunu verirlər ki, siz çiyninizdə bunu aparın, dəfn eləyin. Və onlar da pulunu alırlar, bunu götürürlər çiyinlərini, aparırlar qəbristanlığa. Qəbristanlıqda nə olsa yaxşıdır. Hamı təəccüb, baxırlar ki, qəbristanlıq insan seli ilə doludur. Və cəmaat fikirləşir ki, nə qəribə bu kəndin cəmaatı var. Bunu dəfn eləməyə qəbristanlığa gətirmirlər. Amma qəbristanlıqda yığışıb bunun məzarını qəbul etməyə hazırlaşırlar. Bu nə sevgidir, bu nə hadisədir. Sonra məlum olur ki, yox, elə deyilmiş. Sadəcə qəbristanlıq xəbər kəndə çatır ki, onu aparırlar qəbristanlığa dəfn eləməyə. Bütün kənd cəmaatı gəlir ölüsünün üstünə, qəbrin üstünə ki, onun yanında dəfn olunmasın. Ay. Təsəvvür edirsiniz? Bax, ictimai qınağın gücünə bax, ha. Hər kəs deyir ki, yox, mənim ölüm buradadır, onun yanında dəfn eləməyin. Təsəvvür edin ki, qəbristanlığın küncündə, bucağında bir yerdə tapırlar ki, orada daha qəbirlər yoxdur da, onu dəfn eləsinlər. Çünki insanlar öz deməli ölüsünün məzarının yanında onun məzarının olmasını istəmirlər. Bu hesab edirəm ki, bir yalquzaq həyatı və ictimai qınağın ən yüksək səviyyəsidir. Bax, indi haqqında bəhs etdiyimiz o xaricdəki blogerlər var, siz onların adlarını yaxşı bilirsiniz və bilinir. Onlar elə oxşar adamlardılar. Onlara münasibətdə də bu ictimai qınaq olmalıdır. İctimai qınaq güclü təsir vasitəsidir. Və xalqımız bilməlidir ki, o insan ki, bu millətə, bu xalqa, bu dövlətə, bu dövlətçiliyə qarşı qənim kəsilib, həmin o iki gənci öldürüb atını satan statusuna enib. Elə onlar bir-birinə bənzəyirlər, onlar zaman dəyişib və şərait dəyişib, amma bunlar mahiyyətcə eyni adamlardılar. Və mən sizin efinizdən özümü tutub, bax, bizi dinləyən insanlara, vətəndaşlarımıza söyləyirəm ki, belələrinə qarşı, İctimai qınaq olmalıdır. İctimai qınaq edir. Necə bizim babalarımız, nənələrimiz fikir verirsiniz, qəbristanlığa gedib, heç onların dəfninə imkan vermək istəmir ki, onların bizim ölünün yanında, bizim məzarın yanında, qohumumuzun məzarının yanında o dəfn olunmasın.
oxşar münasibəti belə insanlara göstərmək lazımdır ki, bu ictimai qınaqdır. Güclü silahdır və qoy onlar da bax bizim danışdığımız bu hadisədən, olmuş hadisədə bundan nəticə çıxarsınlar ki, gəlin bu dövlət hamımızındır. Dövləti olan vətəndaş qürurlu olur. Qürurlu olur. Gəlin, əqidən başqa ola bilər. Sən bu iqtidara qarşı müxalifətdə ola bilərsən. İqtidarın bu və digər addımlarını bəyənməyə bilərsən. Amma gəl dövlətə, xalqa xəyanət yolunu seçmə. Azərbaycana qənim kəsilən qüvvələrin əlində maşa olma. Onların əlində alət olma. Bir kişiliyin olsun da. Bir kişi, nəhayət ki, bir kişiliyin olsun. Bir məqamda bu kişiliyi göstər. Əks halda Azərbaycan xalqı dediyim kimi müdrik xalqdır. Necə o 20-30-cu illərdə o yanaşmanı qoyub, inanın ki, yenə də belələrinə qarşı eyni yanaşmanı qoya bilər.